deməli, ikinci sual, həsəd paxıllıq barəsində. Elə insanlar var ki, konkret insan həsədkar, paxıl insan. Qardaşında olan dünyayı ola bilsin, dini nemətlərə görə sevinə bilmir və bunu büruzə də verir də. Nəsə mız qoyar, misal üçün, elə bir hər hansı bir dünyayı nemətlərə görə sevinə bilmir. Elə insan da var ki, istəyir sevinsin, amma ona, yəni bunu istəmir, amma istər-istəməz buna biraz da olsun həsəd gəlir. Məsəl üçün, qardaşında olan hər hansı bir nemətlərə görə sevinmək istəyir, sevinə bilmir və yaxud o dərəcədə sevinə bilmir. Bunu da özündə narahatçılıq keçirir. Niyə bu gəldi? Niyə bu gəldi? Niyə mən o dərəcədə sevinə bilmirəm? Bunu Hər bir halda qardaşım, bax, mən bilən qədər bunu bilmək olur. Yəni, təyin etmək olur. Müalicə yox, təyin etmək. Sən təyin edəndən sonra ki, səndə həsəddir, yoxsa yox. Həsəddirsə, hə, müalicə lazımdır. Həsəd deyilsə, deməli, problem yoxdur. Belə olur, Emil, bax, bəzi hallar olur. Qardaş var, məsələn, gəlir, deyir ki, Rəşad qardaş, deyəsən, mən əməllərimi insanlar üçün eləyirəm. Vəsvəsədir. İnsanlar üçün eləmir. Gəlib. Yaxud, məsələn, gəlir, deyir ki, Rəşad qardaş, sən deyən kimi Ceyhun. Qardaş, bir Allah Taala nemət verib ona, mən deyəsən, həsəd aparırım ona. Həsəd də böyük günah daxil. Kebira minəl kəbair. Amma həsəd deyil. Gəlib ona. Yaxud, misal üçün, bu, belə şeylər olur. Şeytan vəsvəsə eləyir. Şeytan vəsvəsə eləyir. Sənin əqlini məşğul etmək istəyir bu kimi şeylə. Və sən daima bu nöqtədə saxlamaq istəyir, digər xeyirli şeylərdən yayındırsın, saxlasın səni. Bununla məşğul olasan ancaq. Və bunun ardınca gedəndə artıq başqa bir addım gəlir və onun ardınca. Bunun ardınca gedirsən, başqa bir addım gəlir onun ardınca. Nəticədə həyat iflic olur. Və deyirlər, o xəstələndi, yoluxub. Belə xəstələnir insan. Ona görə Allah subhanahu və teala deyir, Ya eyyuhəl-ləzīnə əmənu, lə təttəbi'u xutuvati şeytan. Ey iman gətirənlər, şeytanın addımlarının dalınca getməyin. Xutuvat addımdır. Addımlar. Deməli, addımdır. Addımın dalınca getməyə qoymayıb Allah. Getdinsə, azırsan. İndi bu addımdır. Bəzən olur, qardaşın dediyi, sən arif olmalısan, aqil olmalısan, fəhmin olmalıdır. Təyin edəsən, məndə qəti olaraq. Bu həsəddir, yoxsa gəlib gedən bir şeydir. Elə şeylər var ki, Emil, o normaldır, labüddür, hamıda olur. Hamıda olur. Və bəzi şeylər var ki, onu sən dilə gətirməyincə, bir üzərində nəsə qurmayınca, onun hökmü olmur, Emil. Bax, məsələn, necə deyim sənə, bir qardaş haqqında beynindən şeylər keçdi. Yaxşı olmayan şeylər. Gəldi, çıxdı. Hökmü nədir? Hökmü yoxdur. Problem yoxdur. Madəm ki, nə qədər ki, o gələn şey üzərində əlaqələnib bir şey olmayıb, danışmamısan, deməmisən, tələffüz olmayıb, bir oturmayıb yerinə, əlaqələnməyib, mücərrəd gəlib gedib. Sən müsəlman qardaşın haqqında pis zənn edə bilmərsən heç vaxt. Böyük günahlardandır, gəlib amma. Pis şeylər. O problem yaratmır. Ona görə insan gəlir təyin eləsin. Nə artıq əməldir, nə əməl deyil. Gəlib gedən şeydir, hamı da ola bilər. İndi bu həsəd, məsələn, bir qardaşdır, nemət verilib ona, maşın alıb, misal üçün, yaxşı bir şey alıb özünə. Deyəsən, mən paxıllıq edirəm ona, həsəd falan. Bu ayrı şeydir. Var, Allah Taala sənin qəlbində olanı bilir ki, mən istəyirəm ki, o bir saniyəlik deyil bu. Amin. Səndə qərarlaşıb ki, bu nemət alınsın ondan. 5 dəqiqədən sonra da budur, 10 dəqiqədən sonra da budur. 2 gün, 3 gün davada davam edir səndə. Kaş ki, alınardı. Yəni, götürülərdi, qalxardı o nemət ondan. Bu artıq o deməkdir ki, həsəd harada olur? Həsəd qəlbdə olur da. Həsəd əməldə olmur ki. Düzdür? Zahirdə olmur, içərdə olur paxıllıq. Artıq sən bilirsən ki, bu həsəd artıq formalaşıb səndə.
Bu yer tutdu, qərarlaşıb, bu əməldir səndə, qəlbi əməldir. Var gəldi, getdi, var eləsə axşama kimi budur səndə. Və sən hər dəfə yadına düşəndə sən, subhanallah, kaş ki alınardı ondan. Sən özün özü aldada bilmirsən, düzdür axı? İnsan nə qədər qıraqdakını aldatsa da, sən özün özünü aldada bilmirsən. Bilirsən ki, mən istəyirəm alınsın səndən. Yox, bu artıq həsəddir. Onda artıq sən başlayırsan müalicə eləməyə. Necə edim ki, bax, bu əməli özümdə müalicə edim, bu artıq ikinci bir şeydir. Yaxud misal üçün, var, həsəd daha şiddətlidir, alınsın, mənə verilsin. Yox, alınsın, heç mənə də verilməsin. Özümə də istəmirəm. Amma əl-muhim yox olsun ondan. Biri digərindən daha şiddətlidir. Əl-muhim elə olanda, qardaşın haqqında bu kimi şeylər gələndə ən birinci görülən iş təbrik etməkdir. Təbrik deyirik də biz ona. Allahumma barik, barakallahu ləkə, barakallahu fikə. Sən ona Allahdan o şeyin bərəkətli olmasını istəyirsən onun üçün. Özündə bu həsədi sındırasan deyə. Özündə bu həsədi sındırasan. Amma sən həsədkar insan görürsən qardaşı üçün təbrik edə bilmir. Dili gəlmir təbrik etsin. Və bəzi insanlar hətta subhanallah təbrik edir, dildə edir, qəlbində amma o deyil. Yəni üzdə edir ki, insanlar görsünlər ki, mən həsəd eləmirəm ha buna, amma əslində qəlbində həsəd var. Təbriki də təbrik deyil. Barakallahu ləkə deməsi də barakallahu ləkə demək deyil. Çarəsiz deyirsən. Hə, sanki çarəsiz, deməli oldum dedim məclisə xatir. Amma Allah Taala bilir ki, sən də ürəkdən o qardaşın üçün təbrik etmədin sən ona. Adam bax ürəkdən idi vallahi Emir. O qədər məsələn elm tələbəsidir, danışdı. Oturmusan, dinləyirsən Ceyhun. O qədər faydalı oldu ki, indi dərs qutardı, sağollaşdı. Deyirsən barakallahu ləkə, barakallahu fikə. Dua edirsən ki, Allah Taala bərəkətli etsin sənin ömrünü və sən bu dərsi davamiyyətlə həmişə eləyəsən. O qədər istəyirsən ki, Allahın dini yayılsın, insanlar səndən maariflənsinlər, səmimi qəlblə təbrik edirsən onu. Barakallahu fik. Bu artıq bilirsən axı özündə ki, mən bunu ürəkdən elədim. Sən bunu ürəkdən, səmimi qəlbdən elədin, yoxsa yox, bunu səndən yaxşı bilən yoxdur. Əgər o bilsidirsə, Allah uzaq eləsin, ikinci sən ged evə, ağla. Yəni qəlbini ittiham elə. Sən xəstəsən, sən müalicə eləməlisən özünü. Sən özünü müalicə eləməlisən, xəstəsən. Və bu da müalicə çəkə bilər 1 gün, 2 gün, 3 gün, 1 il. Sağalda bilmirsən özünü. Başını qoymalısan səcdəyə, yalvarmalısan Allaha. Allahım qəlbimdən çıxart bunu. Bunu yox elə bunu. Yəni ən pis xəstəliklərdən biridir. Ona görə insan belə kiməsə həsəd etmək istəyəndə Ceyhun, gəlir təbrik eləsin. Barakallahu ləkə. Allahumma barik. Allahumma barik. Maşallah. Tabarakallah. Belə şeylərlə artıq insan özündə bu həsədi yox edə bilir. Allahu ələm.